Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunan turnir Azərbaycan MMA və Grappling Federasiyası ilə Turan Döyüş Klubunun birgə təşkilatçılığı ilə keçirilib. Yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında MMA və Grappling üzrə qarşılaşmalar baş tutub. Turnirin miqyası da kifayət qədər böyük olub. Belə ki, yarışda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 46 klubdan 444 idmançı iştirak edib. Naxçıvanı yarışda məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi Turan Döyüş Klubu uğurla təmsil edib. Bizim idmançılarımız həm MMA idman növündə, həm Grappling idman növündə iştirak etdilər. Və ümumi komanda hesabında idmançılarımız həm Grappling idman növündə, həm də MMA idman növündə ikinci sırada yarışı bitirdi. Və bu da bizim üçün çox yaxşı göstəricidir. Çünki çox güclü komandalar var idi və yaxşı mübarizə getdi orada və bizim idmançılarımız çox fiziki olaraq, həm psixoloji olaraq çox yaxşı hazırlaşmışdıq və burada yaxşı nəticə əldə etdik. 22 idmançı ilə yarışa qatılan Naxçıvan komandası qarşılaşmalarda inamlı çıxış nümayiş etdirib. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin yekununda təmsilçilərimiz 26 qızıl və 17 gümüş medal qazanaraq ümumi medal sayını 43-ə çatdırıblar. Bu bizim artıq il boyu üçüncü yarışımızdır ki, iştirak edirik. Bundan qabaq Azərbaycan çempionatında iştirak etmişdik. Burada bizim bir neçə idmançımız dünya çempionatına vəsiqə qazandı və noyabr ayında, inşallah noyabr ayının axırlarında Azərbaycanda dünya çempionatı keçiriləcək, Grappling və MMA üzrə dünya çempionatı keçiriləcəkdir və biz orada iştirak edəcəyik. Beləliklə, Naxçıvanın Turan Döyüş Klubu turnirdə yalnız fərdi nəticələrinə deyil, komanda hesabında da yüksək göstərici imza atıb. 43 medallıq nəticə komandaya ümumi sıralamada ikinci yeri qazandırıb. 3 ildir məşq edirəm və getdim Bakıya, Grapplingdə birinci yer oldum, MMA-da ikinci yeri tutdum. 8 il ərzində bir çox yarışlarda iştirak etmişəm. Buna axırıncı dəfə avqustun 2-si Legion döyüş turnirində iştirak etmişəm. MMA idman növü üzrə ikinci yerə, Grappling idman növü üzrə isə birinci yerə layiq görülmüşəm. Ondan qabaqki yarışlardan Azərbaycan çempionatında Grappling üzrə birinci yerə layiq görmüşəm və yığma komanda tərkibinə düşmüşəm. 6 il ərzində böyük nailiyyətlər əldə etmişəm. Bunlardan biri də Legion idi. Burada MMA və Grapplingdən birinci yerə çıxdım, ikisindən də. Buradakı nailiyyətimi Xəyal müəllim və valideynlərimə təşəkkürümü bildirirəm. 2 ildir Turan Fight Clubda məşq edirəm. Mən öncəki yarışda, Respublika yarışında birinci yer tutmuşam və bugünkü yarışda Grapplingdə birinci yer və MMA-da da birinci yerinə layiq görmüşəm. Turan Döyüş Klubunun əldə etdiyi komanda ikinciliyi və idmançıların fərdi uğurlara qarşıdakı yarışlar üçün də ümidverici nəticədir. Bu nəticə həm gənc idmançıların yarış təcrübəsinin artması, həm də Naxçıvanda MMA və Grappling kimi döyüş idman növlərinə marağın yüksək olduğunu göstərir. Naxçıvan təmsilçilərinin əsas hədəfi isə əldə olunan bu nəticələri daha da yaxşılaşdırmaq və növbəti turnirlərdə daha yüksək pillələrdə qərarlaşmaqdır. Sahil Əliyev, xanım Rüstəmzadə, Emin Babayev, NTV Xəbər.